Ölkəmizin açıq innovasiya platforması olan Asan AI Hub və Asan Müraciət İnformasiya Sistemi arasında əməkdaşlıq çərçivəsində elan edilmiş süni intellekt həlli üzrə çağırışın qalibi müəyyənləşib. Çağırışlar çərçivəsində ümumilikdə 20 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmənin nəticələrinə əsasən 4 komanda növbəti mərhələyə vəsiqə qazanıb. Bu təşəbbüs Asan Müraciət İnformasiya Sisteminin süni intellekt əsaslı vizual analiz və avtomatik doğrulama imkanları ilə təkmilləşdirilməsinə yönəlib. Ümumiyyətlə, qurumlar tərəfindən süni intellektin tətbiqinə və yaxud da hər hansısa bir yeni çağırışların yerləşdirilməsinə ehtiyac olduğu təqdirdə onlar bunu Asan AI Hub portalı vasitəsilə həyata keçirdə bilərlər ki, onlar da innovativ həllərlə öz işlərinin avtomatlaşdırılması, daha tez, çevik həll olunmasına nail ola bilərlər. Asan Müraciət İnformasiya Sistemi artıq 5 ildən çoxdur ki, fəaliyyət göstərir və bu çərçivədə bu müddət ərzində sistemə 100 dövlət qurumu inteqrasiya edilmişdir. Elə bu baxımdan da hesab edirik ki, sistem daxili əməliyyatların idarə olunması, geniş həcmli və çox şaxəli məlumatların emal olunması istiqamətində sırf yeni həllərin tətbiqi çox vacibdir, əhəmiyyətlidir. Bütün vətəndaşlarımızı Asan Müraciət mobil tətbiqini yükləməyə dəvət edirik. Vizual məzmunun intellektual analizi və uyğunluğunun avtomatik yoxlanılması mövzusu üzrə çağırışın qalibləri Zeka Lab komandasından Ceyran Mirqasım, Rəşad Cəfərov və Bibi xanım Babayeva seçiliblər. Yekun mərhələdə isə çağırış üzrə qalib komanda 5000 manat məbləğində mükafat alıb. Bu aydan üzərində çoxlu işləyirdik. Mən hal-hazırda Bakıda yaşamıram. Rəşad bəy də Bakıda yaşamır və Bibi xanım burada yaşayır. Biz də zəngləşirdik, gecələrlə işləyirdik. Çox minnətdarıq Asan AI Hub-a bu cür təkliflərə, bu cür çağırışlara görə ki, bizim kimi yeni başlayan şirkətlər belə proyektlara qoşula bilər və həqiqətən də bu bizim üçün də çox gözəl bir təcrübə idi. Qeyd edək ki, Asan AI Hub platformasının əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirməkdir. YouTube kanalımıza abunə olun.